Bir çoxlarınız bəlkə tanıyır. Profesional Baku komandasının qurucusu, təsisçisidir və üzvüdür. Bugünkü seminar mövzusu yerdən isitmə borularıdır. Daha ətraflı özündən eşidək. Çox sağ olun, mənim adım Vitalidir. Mən və komandam peşəkar santexnika ilə məşğul oluruq. Yəni təcrübəmi sizinlə bölüşməyə çalışacağam. PEX borusu içində alüminium qatı olan borudur, 5 qatdan ibarətdir. Biz öz sistemlərimizdə bu borulardan daha az istifadə edirik. Çünki bu cür borular daha çox diqqət bariyeri borunun üst qatından içəri oksigeni buraxır. Oksigen sistemə düşəndə sistemdəki bütün metallar koroziya uğrayır, yəni paslanır, ömrü qısalır. Ona görə də bütün istilik sistemləri borularında oksigen bariyerini mütləq olmalıdır. Və bu cür boruları maksimum 10 dərəcə temperaturda montaj edə bilərsiniz. Ümumiyyətlə, heç bir plastik borunu montaj eləmək olmaz. Çünki borular kövrək olur və qırılar. Uzunluqlar fərqli ola bilər. Əgər sizə belə bir zal veriblərsə, bunu bölüb 50 metrdən eləyə bilərsiniz. Lap əla olar. Bir otaqda laminatdır, digər otaqda metlaqdır, o birisi otaqda parketdir. Bunların istilikləri fərqli olacaq. Təbii ki, metlaq daha yaxşı qızacaq, laminat ondan yaxşı, parket daha pis istilik keçəcək. Ona görə biz onu otaq termostatı ilə tənzimləməliyik.